Salam dostlar, bugün yine oyundan kenar bir video ile karşınızdayım. Geçen defa unboxing videosu çekmiştim. Bence kanala renk kattı. Yani o biri videoların nispeten izlenmesi daha tez izlendi diye. Daha çok izlenmedi ama daha tez izlendi. Ona göre fikirleşirəm araya belə eksperiment videolar atım. Ona göre bugün istəyirəm sizə həm iş, həm də oyun setup'ını göstərim. Orada nələrdən istifadə edirəm, qısa şəkildə məlumat verməyə çalışacağam. Daha ətraflı məlumat almaq istəyirsinizsə hər hansı bir cihaz haqqında rəy bölməsinə qeyd edə bilərsiniz. Çalışacağım şifahi və yaxud ətraflı bir video ilə sizə lazım olan məlumatı çatdırım. Həmçinin o məhsulların linklərini də izahat bölməsində yerləşdirəcəm ki, istəyən olsa keçib baxa bilər. Məncə bu qədər. Keçək setup'ımıza. Okey, başlayaq elə klaviaturadan, çünki ən ortadadır. Stolda diqqəti ən çox cəlb edən odur. Deməli, bu Nafi brendinə məxsus birinci nəsil klaviaturadır. Satışı olmur, yəni bazarda satış olmur, sadəcə saytından sifarişdən ala bilərsiniz. Daha sonra burada mouse var. Razer Death Adder ikinci nəsildə səhv eləmirəmsə. Birinci nəsildə istifadə eləmişdim. Aralarında fərq demək olar ki yoxdur, çox cüzdür, çox ergonomikdir, rahatdır, həm də görünüşü çox ləzzət edir mənə. Sonra burada mənim var qulaqlığım, Sony WHX nəsə belə bir uzun adı var. Həm boz, göy, bir də deyəsən qaradır. Üç rəngi olmalı səhv eləmirəmsə. Ən xoşum gələn xüsusiyyətlərindən biri kabellə taxıb istifadə edə bilməyinizdir. Hansı ki bu mənə oyun zamanı çox kömək eləyir. Sırf gamerlər üçün deyil, ona görə gündəlik həyatınızda rahat şəkildə istifadə edə bilərsiniz. Təqribən $300 qiyməti var. Səhv eləmirəmsə elə bir o civarda olmalıdır. Sonra PlayStation 5 üstündə gələn DualSense controller'ı istifadə eləmirəm. Çünki rəngindən xoşum gəlmir. Ona görə qara rəngi almışam. Məncə çox maraqlı görünüşü var. Düzdür, başqa rəng seçimləri də vardı, amma məncə mənim setup'ıma qara rəng daha çox yaraşır. Burada monitor var. Unboxingini bu yaxınlarda eləmişdim. Maraqlananlar üçün link yerləşdirəcəm. Yenidən masaya qayıtsaq, burada belə bir cihaz var. İndi bunu mən kabellərini ayırmaq istəmirəm. Deməli, bu buradan adaptera və ya modemə bənzəyə bilər, amma bu əslində capture kartı. Deməli, PlayStation-dan oyunu rekord edib YouTube'da falan paylaşmağın bir neçə yolu var. Məsəl üçün remote play, hansı ki şəbəkə üzərindən oyununuzu laptopa ötürürsünüz, amma burada gecikmələr falan olur və ya PlayStation içindən rekord edirsiniz. Burada da limit olur, həm də sonra əgər webcamdən özünüz də rekord edirsinizsə, sonra bu iki videonu sinxronlaşdırmaq falan biraz çətinlik yarada bilər. Nəysə, çıxardım, bunu mən yaxından göstərim. Deməli, belə bir cihazdır. Hansı ki 2 HDMI portu var, bir də USB-C. Bu biri monitora keçir, biri PlayStation-a keçir və bunu da laptopa taxırsınız. Yəni siz həm monitorunuzda, həm də laptopunuzda görüntü əldə edirsiniz. Beləliklə PlayStation 5 gameplayinizi asanlıqla rekord edə bilirsiniz. Yəni heç bir əziyyət olmadan. Təəssüf ki, bunu tapmaq biraz çətindir. Ona görə yəni ancaq sifarişini əldə edə bilirsiniz. Son olaraq burada mənim oyun videolarını editləmək və iş üçün istifadə etdiyim laptopumdur. MacBook Pro M3. Bundan da çox razıyam. Digər laptopum isə Razer Blade 15 2018-ci il. Dediyim kimi Razer məhsullarını çox sevirəm. Bu hətta deyərdim ki görünüşünə görə MacBook'dan daha gözəldir. Sadəcə çoxlu qəzalar keçirdiyinə görə indi sadəcə onu aşağıda taxıb monitora birləşdirib istifadə edirəm. Daha sonra burada
mikrofonum var. Gördüyünüz kimi bu da Razer ailəsindəndir. Siren Mini yoxsa Siren? Səhv eləmirəmsə Siren'dir, Mini deyil. Bunun səs keyfiyyəti qane edir, sadəcə material keyfiyyəti bu qədər də xoşuma gəlmir. Həm də ki, kabelin taxılışı xoşuma gəlmir. Burada boşluqlar var. Belə bir earbuds var, JBL. Bunu adətən gecə yatmazdan əvvəl podkastlara qulaq asmaq üçün istifadə edirəm. Səs keyfiyyəti qane edir, sadəcə qulaqda oturuşu biraz narahatdır. Ona görə almağı məsləhət görməzdim. Burada bir dənə də belə dostum var. Hansı ki, arada özümə danışanda bu mənə qulaq asır. Bu yaxınlarda Last of Us-dan canımızı qutara bilsək, Spider-Man seriyalarına başlayacaq. Məncə bu videodan bu qədər. Kanala abunə olmağı, videonu bəyənməyi, şərh yazmağı unutmayın. Əgər bu tip videolar maraqlıdırsa, istənilən məhsulu ətraflı şəkildə review edə bilərəm. Ümid edirəm video həm maraqlı, həm də faydalı oldu. Gələn görüşlərədək